ailesi uşaqlarının üstündə. Bayramənin bu ailəsi Babacanda 1-2 ailə var ki, 3 evladı Qarabağ uğrunda mübarizədə iştirak edir. Döyüşlərdə iştirak edir. Mən bu müharibə iştirakçılarından çoxunun ailəsindən tanışam, amma elə ailəvər 1 var, elə ailəvər 2 var. Amma bu ailədə 3 veteran var, hansı ki canından, qanından qorxmayaraq döyüşlərdə iştirak edəndə. Bu da ailənin təməlindən çox şey asılıdır. Bəli, Bayram əmim özü qoçaq adam olub. Rəslə xanım özü çox qoçaq olub. Həmin qoçaqlıq da ailədə həmin səbəbi gətirib çıxardır. Döyüşdə iştirak etmək hər insana layiq olmayıb. Hər adam bunu bacarır. Hər adama layiq olmayıb. Hər adam bunu bacarır. Bacara da bilməz. Evet. Mən bu öz icmada, iclaslarda iştirak edirəm. Bizim kənd öz əhalisinin sayına görə ən çox şəhid verən kənddir. Pəmbək kəndini götürək, 5 nəfər şəhidi var. Dərəni götür, 3 şəhidi var. Filan yerləri götürürsən, 5 şəhidi var. Bizim Babacan kəndinin 12 şəhidi var. Qədən alırsın, tutar. 100'e qədər zabitimiz var, ali güclərin zabitlərimiz çoxdur. Qarabağ uğrunda bizim kənd kimi bəlkə də Göyçənin az kəndləri olur. Zotdan başqa. Bəli, Zotdan başqa. Bəlkə də biz ikinci yerdə dururuq Qarabağ uğrunda mübarizə aparan kəndlərdənik. Zot da bizdən çox Erməniyə bir qarşı. kəndiydi ona görə. Hə. Yoxsa Yəni Allah var eləsin, Allah sizi öz ailənizin üstündən əksik eləməsin, Allah uşaqlarınızı qorusun. Sizin evladınızın da evladları, mən bilirəm ki, vətənpərvər olar, öz ailəsinə mehriban olar, öz ailəsinin qədrini bilər, xalqının qədrini bilər. Allah var eləsin, Allah sizi və ailənizi, məmləkətimizi, elimizi qorusun.